Azərbaycanda yaşayan Bayat elinin görüşüdür. Respublikamızda 67 rayon var və 67 rayonun içində 3 rayonda Boyat kəndləri var. Qarşıda gördüyünüz kimi Neftçala, Ağcabədi və Ucarın Boyat kəndləri iştirak edir. Və burada inşallah qardaşlıq oyunudur. Hər tərəfli, yəni qalib Boyatdır. Yeganə oyundur ki, meydanın iki tərəfində də hər komandanın üzvləri Boyat deyə qışqırır. Təqdimata keçməmişdən qabaq burada dəyərli şəxslərimiz var ki, Allah əməyi olan hər bir şəxsdən razı olsun, istər maddi, istər mənəvi, istər fiziki. Burada deməli, təqdimatdan qabaq bir məsələ var. Xahiş edərdim ki, həmin adlarını çəkdiyim şəxslər bura gəlsinlər. Deməli, Neftçala rayonunda keçirilən çempionatda hava şəraitini əlaqədar ilk təqdimatı elə bilmədik. Burada Azərbaycan rayonundan olan Şəhər qardaşımızı xahiş edə gəlsin. Keçən il keçirilən çempionatın medallarını götürsün. Yəni, haqqıda sınıflar alır. Onu çatdırmaq lazımdır. Həmçində Ucar rayonundan olan Ceyhun qardaşımız gəlsin medalları götürsün. Dolayı ki, içində əksəriyyədə olanlar var, özü şeylərdən çatdırılsın. Yəni, əmanət olur. Hürmetli tədbir iştirakçıları, Neftçala rayonu Boyat futbol komandası, Ucar Boyat futbol komandası, Ağcabədi Boyat futbol komandası, hər birinizi Ucar rayon Gənclər və İdman İdarəsinin kollektivi adından salamlayıram, hər birinizə xoş gəlmişsən deyirəm. Murad qardaşımıza dərin təşəkkürümüzü, minnətlarımızı bildiririk ki, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş belə bir layihəni həyata keçirir. Düzdür, hazır işləri ürəyəçən olmasa da biz söz veririk ki, arzu edirik ki, növbəti tədbirlər yaxşı olar. Hər birinizi bir daha salamlayıram, xoş gəlmişsən deyirəm. Murad qardaş, bir daha sizə dərin təşəkkürümüzü bildiririk ki, bu cür belə bir çətin məsuliyyətli bir layihəni həyata keçirmişsin. Təşəkkür ederim. Mən də Ucar Gənclər evi adından salamlayıram bütün qonaqlarımızı. Əvvəla Murad bəylə uzun müddətdir deyək də, təmaslı telefonla danışırıq. Əslində keçən dəfəki yarışdan bəri tanışlığımız var. Əslində gördüyünüz bu iş sizin və eləcə də Murad bəyin gördüyü çox böyük işdir. Bu Boyat elinin görüşüdür. Boyat çox qədim Türk dünyasının çox qədim eli, obası olur. Mən təşəkkür edirəm Murad bəy. Həqiqətən özümə borc bildir. Bu çox məsuliyyətli və çox böyük işdir. Həm maddi cəhətdən çox fəz tələb edir, həm fiziki cəhətdən. Eləcə də bir yarışın baş tutmasına qədər olan mənəvi gərginliyi mən başa düşürəm. Amma yenə də sizə təbrik edirəm ki, mən bunu müqəddəs deyəcəm, bu müqəddəs missiyanı çox uğurla başa vurdunuz. Əhlimə mənim sözlərini də qoşularaq qeyd edirəm ki, növbəti görüşləri rayon mərkəzində eləsək, həm bizim ürəyimiz biraz rahat olar, çatışmazlıqları da aradan qaldırarıq, həm də sizin ürəyinizdə olan bir yarış keçər. Yenə deyirəm, bu bir yarış deyildi, bu görüş idi, çox gözəl qeyd edilmişdir Murad İlanda da. Hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, Türkiyə elinin, bu Boyat elinin qədim adət ənənələrindən tutmuş, bu birliyini daimi saxlayasınız. Çox sağ olun, minnətdarım. Akşam tabi bir davama bir şey çıxdı. Yəni bu üç Boyatın haqqındadır. Necə olsa Allah'ın ümidinə çıxır. Deməli bir Bayat tayfasının adı, Bayat Oğuz'un 25 boyu var. Azərbaycanda Bayatdır, deformasiya yapılıydı, o vaxt Stalin haqqında, Rus repressiyaları, Türkçülüyün ayrılan məsələlər, Türk şərtlərini ləğv edirdi. Və 24 sənə Boyat
24 dənə Oğuzun boyu var. Mahmud Xəşariyə görə göstəriləndir. Bayatın adı Şahi Azərbaycan ədəbiyyatına bayatlarla bağlıdır. Bir bayatı isə elə bu görünüşə aiddir, demək istəyirəm. Bayatın kökü gələr, üzvlər üçü gələr. Düşman baxsın gizlənsin, tayfanın gücü gələr. Bayat yolu daş olar, gözləri qan yaş olar. Harada bir bayat görsən, igidlərə baş olar. Həqiqətən də bu dilə aiddir. Allah köməyə qoysun.